Möhtərəm müsəlmanlar, Əhl-i Sünnətin mənhəci barədə olan silsilə dərslərimizə davam edirik. Bugünkü dərsimiz, keçən dərsimizin davamıdır. O da Əhl-i Sünnətin istidlal, yəni dəlil gətirməkdə olan mənhəcidir, dəlil gətirməkdə olan üslubudur, yoludur. Və biz bu barədə bir neçə qayda götürdük. Keçən dərsi təxminən birinci qayda olaraq götürdük ki, Əhl-i Sünnə nasları, dəlilləri cəm edir. Həmçinin dedik ki, Qur'anla və sünnə arasında hüccət gətirməkdə fərq qoymurlar və həmçinin səhih hədislərə əməl edib zəif hədisləri tərk edirlər. Həmçinin gətirdik ki, əhəd xəbərlərlə mütəvatir arasında fərq qoymurlar və 5-ci də zikr etdik ki, bu Qur'an və sünnəni başa düşmək üçün sələfin fəhminə qaydalar. Bugünkü qayda 6-cı qaydadır, o da Əhl-i Sünnə naslara bağlıdırlar, dəlilin zahirinə bağlıdırlar və məzmun olunan, qınanılan təvildən uzaqdırlar. Yəni, qınanılan təvili tərk edirlər. Təvil kəlməsi ümumiyyətlə, yəni sələfdə müxtəlif mənalarda işlənib. Ümumiyyətlə, alimlər qədimdə məsələn, təvil dedikdə, qədim alimlər, xüsusən təfsirçilər, təvil dedikdə Qur'an-ı Kərimin təfsirini qəsd ediblər. Necə ki, bu barədə İbn Cərir At-Tabari öz kitabını da bu şəkildə adlandırıbdır. Cəmil bəyan təvil əyil Qur'an, yəni Qur'anın təvili barədə yəni bəyanın bir yerə toplanması və İbn Cəririn təfsiri bu şəkildə adlanır. Yəni təvil dedikdə də təfsiri qəsd edir və ikinci mənası bir şeyin həqiqəti mənasında da işlənir. Bu da varid olub. Həmçinin bu barədə Qur'an-ı Kərimdə Allah buyurur ki, həl yanzuruna illə təvilə, onlar onun təvilinə, yəni onun həqiqətinə baxmazlarmı? Və bu da burada məqsəd onun həqiqətidir. Üçüncü məna isə bu sonradan gələnlərin, xüsusən kəlam əhlinin, usulçu və həmçinin usulçuların istifadə etdiyi termindir ki, və bunların da məqsədi burada, yəni o bidət olan təvildə o da ləfzi ehtimal olunan racih mənadan mərcuh mənaya çevirməkdir. Ləfzin mənasını, hansı ki, racih mənadan mərcuh daha zəif olan mənaya çevirməkdir, nədir? Başqa bir dəlilə görə çevirməyə deyirlər. Və bu, əsas dediyimiz kimi, kəlam əhlinin istifadə etdiyidir və onlar da nə üçün bu yola əl atırlar, təvilə əl atırlar? Onlar deyirlər ki, yəni onlar çünki ən çox bunu Qur'an-ı Kərimdə sifət ayələrində, Allah Azə və Cəllənin sifətləri barədə olan ayələrdə bunu istifadə edirlər. Deyirlər çünki biz zahirindən götürsək, çünki ayələri zahirində olduğu kimi götürsələr, bu nəyə varmış olurlar? Yəni, Allah Azə və Cəllənin sifətlərini ispat etməyə məcbur olurlar. Ondan qaçmaq üçün, Allah Azə və Cəllənin sifətlərinin isbatından qaçmaq üçün onlar bu bidət təvilə əl atırlar. Deməli, Əhl-i Sünnət dediyimiz kimi ayələrin zahirindən götürürlər. Yəni, zahirində nə gəlirsə, Nasın zahirində gəlirsə, olduğu kimi həqiqi şəkildə də anlayırlar. Məsələn, Allah Qur'an-ı Kərimdə buyurur ki, İblisə xitab edərək buyurur ki, Mə mənəəkə ən təscudə limə xaləqtu biyədiyyə. Səni iki əlimlə yaratdığıma səcdə etməməyə səni vadar edən nə oldu? Burada yədiyyə ikilikdə gəlir. Bu, bəllidir ki, ikili formasında, yəni Allah Azə və Cəllə iki əlinin olmağını ispat edir. Həmçinin Allah Teala başqa ayədə buyurur ki, bəl yədəhu məqsudata, yəni Allahın hər iki əli də açıqdır, yunfiqu keyfə yəşə, istədiyi kimi infaq edir. Və bu ayələrdən, yəni Əhl-i Sünnə ispat edir ki, Allah Azə və Cəllənin iki əli var. Ona yaraşan şəkildə həqiqi mənası, yəni həqiqi əldir, oradan məqsəd həqiqi əldir. Onun keyfiyyətini varmırlar, onu inkar etmirlər, onu bənzətmirlər ki, və insanın və hər hansı bir məxluqun əlinə bənzətmirlər və eyni zamanda da təhrif etmirlər. Amma bidət əhli bu ayəni təvil adı altında təhrif edir və deyirlər ki, buradan məqsəd qüdrətdir. Əldən məqsəd qüdrətdir. Niyə? Çünki yəd sözünün ərəbcə qüdrət mənası da gələ bilir. Biz də deyirik ki, yəd sözünün qüdrət mənası gəlirsə, onda bu ayəni tərcümə edin. Allahın iki qüdrəti açıqdır və yaxud iki qüdrətimlə yaratdığıma səni səcdə etməməyə vadar edən nədir? Yəni Allahın əgər iki qüdrəti var, yəni bu necə başa düşülür? Və bu təbii ki, onların batil təvillərindən olan
yəni batillərindən olan bir üslubdur. Və yaxud başqa bir ayədə Allah Teala buyurur ki, Ər-Rahmanu aləl-ərş istəvə, Rahman ərşin üzərinə ucaldı, istiva etdi. İstivanın da ərəb dilində mənası bəllidir ki, necə ki İmam Malik buyurur ki, əl-istiva ma'lum, istiva bəllidir, yəni mənası bəllidir. Bu da alə vərtəfə, ucaldı, yüksəldi deməkdir. Onlar isə deyir ki, xeyr, bunu biz o mənada mütləq onu təvil etməliyik, istəvlə, yəni hökmü altına aldı mənasında qeyd etməliyik və bunu edirlər, bu şəkildə təhrif edirlər. Əslində onların etdiyi təhrifdir, təvil etdikləri budur. Əhl-i sünnə isə bunların hamısından uzaqdır. Nasları necə varid olub, o şəkildə başa düşürlər. Və bidət əhlindən seçən əhl-i sünnəni dəlil gətirməkdə seçən qaydalardan biri budur. Amma ola bilər ki, hər hansı bir dəlil məsələsi gəlsin, bir məsələ, şəri məsələ gəlsin, əhl-i sünnə açıq aydın dəlil varidə olduğuna görə zahirini yox, orada başqa mənanı götürə bilər. Məsələn, necə ki, sahabə ayənin zahirini götürmüşdü. Oruç məsələsində وَفَقُلُوا وَكُلُوا وَشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ Gecənin, fəcrin ağ ipliyi, qara ipliyindən seçilənə qədər yeyin, için. Bu ayə nazil olanda sahabə yatağının ayağına 2 dənə ip bağlayırdı, ağ və qara ip bağlayırdı. O ip bir-birindən rəngi seçilənə qədər yeyib içməyə davam edirdi. Rasulullah sallallahu aleyhi ve sellem bunu biləndə sahabəyə deyir, xeyr, orada məqsəd ağ iplik, qara iplik olduğu kimi deyil, orada məqsəd yalancı fəcrin doğrucu fəcrdən seçilənə qədər, yəni yalancı fəcrdən sonra doğru fəcrin doğduğu qəsd olunur. Və bu Peyğəmbər sallallahu aleyhi ve sellemin şərhi ilə biz bu zaman ayənin zahirini yox, artıq ikinci bir mənaya biz yönəlirik. Niyə? Çünki Rasulullah sallallahu aleyhi ve sellem bizə ayəni bu şəkildə anlattı. Amma insanların, kəlam əhlinin sözünə görə biz bu ayədən zahirindən dönək başqa bir mənaya, bu əhl-i sünnətin yolu deyil. Əhl-i sünnə və cəmaatın dəlil gətirməkdə qaydalarından biri də mütəşabih dəlilləri muhkəm dəlillərə qaytarmaqdır. Muhkəm dəlillərə qaytarmaqdır. Muhkəm nə deməkdir, qardaşlar? Muhkəm, yəni açıq, aydın, bəyan, vadih olan, hansı ki orada heç bir qaranlıq yoxdur, o qəsd olunur muhkəmlə. Mütəşabih isə odur ki, hansı ki onun bəzilərinə o mənası gizli qalır və yalnız onu alimlər bilir və hətta bəziləri, yəni onu dində rasix olan, dində möhkəm, sabit olan elm əhli bilir, hər insan onun mənasını bilmir və ya onun mənasını Allahdan başqa heç bilmir. Burada və yaxud həqiqətini, keyfiyyətini Allahdan başqa bilmir. Mütəşabih isə budur, yəni əhl-i sünnətin mənhəci odur ki, mütəşabih dəlilləri, mənası aydın olmayan, yaxud mənası tam anlaşılmayan ayələri muhkəm ayələrə qaytarmaq. Muhkəm ayələrlə onları şərh etməkdir. Mütəşabih dəlillərə uymamaqdır. Bidət əhli isə mütəşabih dəlillərə uyurlar. Onlar nə deyirlər? فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِ Allah Teala buyurur ki, o ki qaldı qəlblərində xəstəlik olanlara, onlar mütəşabih olanlara uyarlar. Nə üçün? Fitnə və onu təhrif etməyi arzusu ilə mütəşabih olanlara uyarlar. Və Rasulullah sallallahu aleyhi ve sellem də Ayşə anamıza buyurur ki, o insanları zaman görsəniz ki, Quranın mütəşabih ayələrinə tabi olurlar, bil ki, onlar Allahın Quranda zikr etdiyi insanlardır, onlardan uzaq durun. Və deməli, Quran-ı Kərimdə varid olan mütəşabih ayələrə biz tabi olmuruq. Quranın əksəriyyəti nədir? Muhkəm ayələrdir. Yəni, az bir ayələr ola bilir ki, mütəşabihdir və biz o mütəşabihə tabi olmuruq. Neyinirik? Onları muhkəm ayələrə qaytarır. Amma iman getirir ki, kullu min indi Rabbinə, hamısı Rəbbimizin yanındandır, hamısı Allahın kəlamıdır. Lakin hökm məsələsində isə muhkəm ayələrə tabi oluruq. Buna bəzi örnəklər, bəzi misallar verək. Məsələn, misal olaraq Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا Kim bir mümini qəsdən öldürərsə, onun gedəcəyi yer cəhənnəmdir, orada əbədi qalacaq, Allah ona qəzəblənər, ona lənət edər və ona şiddətli əzab hazırlayar. Bir dənə xavariclərdən biri məsələn qalxır deyir ki, bax, Allah Teala Quranda nə deyir? Kim bir mümini qəsdən öldürərsə, cəhənnəmlikdir və əbədi qalacaq. Deməli, mümini öldürmək böyük günah
onu əbədi cəhənnəmlikdir. Deməli, böyük günah sahibi əbədi cəhənnəmlikdir. Baxın. Və bu mütəşabih dəlildən tutur, muhkəm dəlilləri isə tərk eləməkdir. Əhl-i sünnə isə deyir ki, xeyr, bu və bu kimi qəbildən olan dəlilləri biz muhkəm ayələrə qaytarmalıyıq. O da muhkəm ayə hansıdır? İnna Allah la yaghfiru en yushraka bih və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı əsla bağışlamaz, ondan aşağısını istədiyinə bağışlayar. Deməli, muhkəmə qaytarmaq bu şəkildə olur. Mütəşabihdən tutmursan və onu muhkəm dəlillərə, möhkəm, yəni bəyanı açıq aydın olan dəlillərə qaytarırsan. Və bu barədə çoxlu misallar gətirmək olar. Yəni, sadəcə olaraq burada məqsəd odur ki, əhl-i sünnətin yolu bu məsələdə odur ki, mənası açıq aydın bəyan olunmayan, bəzi gizli qalan və yaxud ehtimal olunan mənaları, ehtimal olunan dəlilləri mənası açıq aydın bəyan olunan və heç bir ehtimalı olmayan dəlillərə qaytarmaqdır. Bu, əhl-i sünnətin yoludur. Və əhl-i sünnətin dəlil gətirməkdə üçüncü qaydası, mənhəcdə üçüncü qaydası şəri ləfzlərlə kifayətlənmək və mücməl, yəni icmali, ümumi ləfzlərdən çəkinməkdir. Və kim ki bu ləfzləri işlədir, onlardan da açıqlama tələb etməkdir. Və əhl-i sünnə həmişə, xüsusən də etiqad məsələsində şəri ləfzlərlə kifayətlənibdir. Yeni ləfzlər çıxartmayıb. Bu çox önəmli bir məsələdir. Çünki etiqad məsələsi, xüsusən də ad və sifətlər məsələsi daha dəqiq deyək, ad və sifətlər məsələsi daha diqqətli olacağımız bir mövzulardır. Və o məsələlərdə insan özündən hər hansı bir Quran və sünnədə gəlməyən bir ləfzi istifadə edərsə, biz o ləfzlərdən neynirik? Uzaq dururuq. O ləfzləri istifadə etmirik. İstifadə edənlərə isə mənasını soruşuruq. Əgər doğru məna qəsd edib bu yeni bir bidət ləfzini işlədirsə, deyir ki, sənin istifadə etdiyin ləfz bidət ləfzidir, xəta ləfzdir, lakin mənası doğru olsa da bu ləfzi istifadə etmə. Yox, yanlış mənanı qəsd edərsə, onun ləfzi də, mənanı da inkar edər ki, sənin ləfzin də, mənan da batildir. Məsələn, əhl-i sünnətin etiqadına görə əhl-i sünnə etiqad edir ki, Allah Taala 7 qat səmanın üzərində, ərşin üzərindədir. Və bu barədə necə ki, İbn Qeym rahimehullah buyurur ki, 2000-dən artıq Quran, sünnə və sahabənin sözündə 2000-dən artıq dəlil var. Allahın zatının, uluv sifətinin isbatı barədə deyir ki, 2000-dən artıq dəlil var. Burada da icmalar var, bu barədə sayısız hesabsız dəlillər var. Bunu sən bir kəlam əhlindən olana və yaxud Allahın uluv sifətini inkar edən və yaxud deyək ki, Allahın uluvul qadr və uluvul qahrı isbat edib, uluvul zəti, zatının ucalığını inkar eləyənə oxuyanda deyir ki, sən o zaman o sənə belə bir şübhə atır. Deyirsən, məyər etiqad edirsən ki, Allah cihətdədir, bir cihətdədir, yəni cihət tərəfdədir. Yəni Allaha tərəf vermiş olursan. Biz deyirik ki, cihə sözü, yəni tərəf sözü Quran və sünnətdə gəlməyib. Allah tərəfdədir və ya tərəfdə deyil. Belə bir şey Quran və sünnətdə varid olmayıb. Sən cihətdə və cihət kəlməsinin də deyirik, birinci deyirik ki, bu kəlməni istifadə eləmək doğru deyil, yasaqdır. Çünki şəriətdə bu kəlmə gəlməyib. Lakin mənasına gəldikdə sən bu mənadan nə qəsd edirsən? Çünki cihə sözünün ərəbcə iki mənası var. Biri ucalıq mənasındadır. İkincisi də bizim bildiyimiz tərəf, altı tərəfdən biri, yəni yuxarı, aşağı, sağ, sol, bir də ön və arxa. Bu altı cihət qəsd olunur. Hansı mənanı qəsd edirsən? Əgər desə ki, mən ucalıq, uluv mənasını qəsd edirəm cihətdən, deyirik ki, bəli, Allah Taala ucalıqdadır, yəni uluvdur, uluv sifəti var. Qəsd elədiyim məna doğrudur, amma ləfzin yanlış ləfzdir. Çünki əhl-i sünnətin mənhəci şəri ləfzlərlə kifayətlənmək, bidət ləfzlərdən, yaxud mücməl, ehtimal olunan ləfzlərdən çəkinməkdir. Məna doğru olsa da istifadə etdiyin ləfz yanlışdır. Əgər desə ki, yox, mən 6 cəhətdən birini qəsd edirəm, deyirik, xeyr, biz o mənanı da rədd edirik, ləfzin özünü də rədd edirik. Hər ikisi də bizim üçün nədir? Rədd olunandır. Biz, yəni Allah Taalaya o dediyin cəhəti vermirik. Yəni ki, 6 cəhətdən birini vermirik. Ki, Allah bu cəhətlərdən, çünki bu cəhətlər məxluqdur, Allah da bu cəhətlərdən, 6 bu cəhətdən münəzzəhdir.
Deməli, Əhl-i Sünnətin mənhəci nədir? Şəri olmayan ləfzləri, mücməl ləfzlərdən uzaq durmaqdır. Hətta məsələn, sələflərdən bəziləri var ki, məsələn, bəzi kəlmələri bəyan etmək üçün istifadə ediblər. Hətta onu da bəzi alimlər etiraz ediblər ki, o məsələn, kəlmələri istifadə edilməsinə gərək yoxdur. Ümumiyyətlə, ləfzlər barədə insanlar bir neçə qismə bölünüb. Bəziləri oldu ki, yəni ümumiyyətlə, daha doğrusu, ləfzlər ümumiyyətlə yəni 4 qismə bölünür. Birinci ləfzlər odur ki, hansı ki, naslarda gəlirdi. İstava kəlməsi kimi. Allah Teala ərşə istiva etdi. İstiva sifətini biz ispat edirik. Çünki Qur'an-ı Kərimdə, sünnədə varid olub. Bu şəri ləfzdir. İkinci, xəbər baxımından istifadə olunan ləfzlərdir. Xəbər baxımından və ya bəyan baxımından. Məsələn, Allah Teala deyir ki, sələflər deyir ki, Quran və sünnədə varid olan Allah Teala ərşin üzərindədir. Ərşə istiva edib. Bu sözün insanlara daha da aydın olması üçün sələflər deyir ki, bəinun an xalqihi. Məxluqatından aralıdır, məxluqatına qarışmayıb. Bu məxluqatından aralıdır kəlməsi Quran sünnədə varid olmasa da sələflərdən, qədim alimlərdən bunu istifadə ediblər. Bundan da məqsəd bəyandır. Burada yeni bir termin gətirmək ya bidət gətirmək olmuyor. Və yaxud məsələn deyir ki, Allah ərşin üzərinə ucalıb, zatı ilə ucalıb. Çünki niyə? Bəziləri deyir ki, Allahın istivasını qəbul edilir, amma onun hökmünün istivası, orada ki, qahr mənasındadır və ya hökmü altına aldı. Bu başqa mənalarda qəsd edilir. Deyir ki, istəva bi zətihi, zatı ilə ucalıb. Zat kəlməsi burada Quran və sünnədə varid olmayıb. Amma 3-cü, 4-cü əsrdə yaşamış İslam alimlərinin sözlərinə baxırsan ki, o dövrdə əşarilərə, maturidilərə və yaxud onlardan qabaq cəhmiyyələrə, mü'təzilələrə rədd verərkən bu kəlməni istifadə ediblər. Ki, onlara daha da açıq aydın ispat etmək üçün, onlar onların sözünü başqa mənaya yozmasın deyə bu kəlmələri istifadə ediblər. Burada bəyan baxımından da bu da problem yoxdur. Üçüncü, bidət kəlmələrdir. Bidət kəlmələrdir ki, bidət ləfzlərdir ki, hansı ki o batil mənaya dəlalət edir və əhl-i sünnə o mənalardan nədir? Onları rədd edir. Dördüncü isə haqq və batili ehtiva edən mənalardır ki, mücməl deyirlər, yeni mənalar, kəlmələrdir ki, ləfzlərdir. Onu da əhl-i sünnə ləfzini rədd edir, haqq mənasını qəbul edir, həmçinin batil mənasını da rədd edir. Əhl-i sünnətin istidlal məsələsində qaydalarından biri də odur ki, əhl-i sünnət xusumətləri, mübahisələri əhl-i sünnə tərk edir. Yəni, əhl-i sünnənin mənhəcindən odur ki, mübahisələri və xusumaları və həmçinin qınanılan mücadilənin, yəni diskusiyaları tərk edir. Və bu əhl-i sünnətin yoludur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Mə zarabuhu ləkə illə cədələ." Onlar sənə bu misalı yalnız cidal etmək üçün, mübahisə etmək üçün bu sənə misal gətirdi. Bəlhum qovmun xasimun. Onlar mübahisə edən bir qovumdur. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, "İnnə əbqadar rical ilallah əl-ələddül xasim." Allah'a ən qəzəbinə gələn insan, Allah'ın ən qəzəbinə gələn kişilər nədir? Mübahisə edən, buna can atan insanlardır. Münaqişə edən, yaxud münazara edən və yaxud deyək ki, cidal edən insanlardır. Həmçinin başqa bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Əbu Hüreyrədən gələn hədisdə Rasulullah sallallahu aleyhi ve sellem deyir, bir gün bizim yanımıza gəldi və gördü ki, biz qədər məsələsində mübahisə edirik sahabələrimiz arasında. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qəzəbləndi, hətta qəzəbdən üzü qızardı və dedi ki, mən buna mı əmr olundum, yaxud bunun üçün mü sizə mən göndərildim? Sizdən öncəkiləri həlak edən bu işdə mübahisə etmələridir, münaqişə etmələridir. Və mən sizə bu məsələlərdə mübahisə, münazara etməyi, diskus etməyi qadağan edirəm. Və bu bizim üçün nədir? Bir Peyğəmbər sallallahu aleyhi ve sellemin bir mənhəcidir, qaydasıdır, bizə bir tərbiyəsidir. Həmçinin Sabiq məşhur qıssədir ki, Sabiq ibn Əsərin qıssəsidir. Ömər radiyallahu anh daima gəlib Ömər radiyallahu anhdan mütəşabih ayələr barədə soruşardı və Ömər radiyallahu anh bir gün onu qamçısı ilə çoxlu döyür. Başına vurur, döyür həmin Sabiqi. Hətta deyir ki, ey ya əmrəl müminin, artıq başımda olan hər bir şey unuttum, çıxdı, yadımdan çıxdı.
və bundan sonra bir daha o danışmır. Hətta Ömər radiyallahu anh vəfatından sonra deyirlər ki, artıq qorxduğun kişi vəfat edib, deyir ki, o mənə o qədər vurdu ki, artıq o bir daha o şeylər daha ağlıma belə gəlmir. Və bu göstərir ki, sahabələr bu məsələdə şiddətli idi. Mütəşabihdən soruşan, mübahisə üçün suallar soruşan insanlardan uzaq idilər, onların əməllərindən çəkindirirdilər. Və bu barədə həmçinin gəlir ki, İmam Əhməddən, həmçinin sələflərdən bu barədə məşhur sözlər var. İmam Əhməddən varid olub ki, İmam Əhməd deyir ki, mən deyir, kəlam sahibi deyiləm və yaxud kəlamı dindən saymıram. Mən yalnız Allahın kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində varid olanları insanlara çatdırıram və onun şəriətini, sahabələrindən varid olanları çatdırıram və yaxud tabinlərdən gələnləri insanlara çatdırıram. Və bundan başqası isə, bundan başqa kəlam isə, bu söhbətlər isə faydasız bir söhbətlərdir. Həmçinin Əhl-i Sünnətin imamlarından olan İmam Bərbəhəri rahiməhullah özünün Şərh-i Sünnə kitabında deyir ki, وَإِذَا سَأَلَكَ أَحَدٌ عَنْ مَسْأَلَةٍ فِي هَذَا الْكِتَابِ وَهُوَ مُسْتَرْشِدٌ فَكَلِّمْهُ. Əgər kimsə sənə bu kitab barədə sual soruşarsa, bir məsələ barədə səndən soruşarsa və məqsədi də öyrənmək olarsa, onunla danış. وَأَرْشِدْهُ, onu yönəlt. وَإِذَا جَاءَكَ يُنَاظِرُكَ فَحْذَرْهُ. Əgər səninlə gəlib münazara etmək istəyərsə, yəni diskusiya etmək istəyərsə, yəni debat, bugünkü günü məşhur söhbət var, az sonra gələcək, debata səni çağırarsa, o zaman ondan uzaq dur. فَإِنَّ فِي الْمُنَاظَرَ الْمِرَاءُ وَالْجَدَلُ. Çünki debatda nə var? Mübahisə var, bir-birinə qələbə çalmaq istəyi var və qəzəblənmək var və bunların hamısından da sən qadağan olunmuşsan. Və bunlar insanı haqq yoldan saptıracaq bir şeylərdir. Və bizim fəqihlərimizdən deyir, İmam Bərbəhari deyir, fəqihlərimizdən və alimlərimizdən varid olmayıb ki, onlar kiminləsə debat edib, yaxud cidal edib, yaxud mübahisə etsinlər. Bunu Hicrətin 3-cü ilində yaşamış, 229-cu ildə vəfat etmiş İmam Bərbəhari rahimehullah deyir. Və bu həqiqətən bizim üçün bir örnəkdir. Yəni düzdür, sələflərdən varid olub ki, məsələn, məclisə düşüblər, artıq bir çıxılmaz vəziyyət olub. İmam Əhməddən olub ki, İbn Əbu Duadlə xəlifənin önündə mübahisə etməyə məcbur olub. Onu susturub dəlillərlə ondan soruşulduğu zaman və Şeyxülislam İbn Teymiyyə olub ki, bəzi bidət əhlindən münazaralar olub, debatları olub. Lakin sələflər bunu özlərinə mənhəc etməyiblər. Bu da kimə cavabdır? Bugünkü günü bəziləri var ki, çıxırlar internetə, hə, mən sizi debata çağırıram. Bidət əhlindən məsələn biri gəlir deyir ki, mən sizi debata çağırıram. O bidət əhli istər əşari olsun, məturidi olsun və istər dinsiz olsun, istər təkfirçi olsun. Bunların məqsədi haqqı öyrənməkdirmi? Xeyr. O zaman İmam Bərbəhərinin sözünə əməl edəcəksən. Bugünkü günün sələf elm tələbələri o bidətçilərlə debata çıxmırsa, o deməkdir ki, onlardan qorxurlar və yaxud onların qarşısında acizdirlər. Çünki onların qorxduğu Peyğəmbər sallallahu əleyhi və səlləmin mənhəcindən çıxmaqdır. Sələflərin qoyduğu mənhəcdən çıxmaqdır. O yüzdən elm tələbələri yəni debata yaxşı baxmırlar. Çıxıb xüsusən də internetdə, xüsusən də insanların qarşısında debat etmək bu sələfin yolu deyil. Əhl-i Sünnətin mənhəci deyil. Gəl debat edə. Hər debat edənin qarşısına çıxırsan, YouTube-da debat edirsən. Bu sələfin yolu deyil ki. Əhl-i Sünnətin mənhəci var ki, mübahisələri, debatları, münazaraları tərk etmək. Bunu sələf alimləri qoyub. Hicrətin 3-cü əsrində yaşamış İslam Əhl-i Sünnə imamının sözünü eşitdiniz, dinlədiniz. Nə deyir? Tərk edin deyir o insanlara, uzaq durun insanlardan. Sizi debata, münazaraya çağıran insanlardan uzaq durun deyir. Bugünkü gün bir elm tələbəsi bidət əhlinə münazaraya getmirsə, bu deməkdir ki, onların qarşısında acizdir və onlardan qorxur. Xeyr. Heç kəsdən əlhamdülillah qorxmur. Haqq əhli, elmi nə qədər haqq əhlinə az olsa da, əlhamdülillah hər zaman batil əhlini susturacaq gücə, qüvvətə sahibdir. Yəni bu barədə gördüyümüz, şahid olduğumuz şeylər var. Məsələn, olub ki, burada Mədinə şəhərində Əzhərin 25 il dedi ki, mənə dedi ki, oturdum bir nəfərlə, o da debat etmirdik. Sadəcə olaraq tanış oldu, yanımda namaz vaxtı, sual verdi. Harada oxuyursan, nədir? Yəni mən də o zaman universitetin hələ bakalavr səviyyəsində oxuyurdum.
Və mənə dedi ki, özü barədə ki, mən də 25 ildir Əzhar Universitetində professoram. Sonra nəsə söhbət əsnasında istiva məsələsi, Allah Azze və Celle istiva məsələsində bizim söhbətimiz düşdü. Yəni mən baxdım, adam istiva məsələsində mənim gətirdiyim dəlillər qarşısında aciz qaldı. Baxmayaraq ki, mən bakalavr səviyyəsində oxuyan bir tələbə idim. Bu illər öncə baş vermiş hadisədir. Bu isə 25 ildir Əzhar Universitetində dərs deyən bir professor idi. Yəni mənim elmim, yəni təbii onun elmə çatmaz. Amma haqq əhli belədir. Yəni adam gətirdiyim dəlillərin qarşısında aciz qaldı və onların heç birinə cavab verə bilmədi. Bu həmişə belə olur. Həmçinin görmüşük, yəni bəzi insanlarla da sual verirsən, yəni hətta hər hansı bir elmə sahibi olsa belə, dəlil gətirirsən, haqq olursansa, yəni batil əhli hansı elmə sahib olur olsun, aciz qalacaq. Lakin əhl-i sünnə tələbələri, elm tələbələri niyə görə onlarla münazirədən çəkinirlər, onlara debata getmirlər? Çünki onun faydasından çox zərəri var. Faydasından daha çox zərəri olur. Çünki orada birinci sələfin çəkindirdiyi yoldur. Az öncə oxuduğumuz qaydaya görə. İkincisi, orada ümmətə bir fayda yoxdur. Üçüncüsü, o insan haqqı qəbul etmək üçün səninlə münazirəyə gəlməyib. Hər şeyi ona ispat etsən də yenə qəbul etməyəcək. Dördüncüsü, ola bilər ki, münazara, debat əsnasında elə bir şübhə atsın ki, həmin o bir xırda detal olsun, o şübhəyə yəni səndə cavab olmasın. Deyək ki, onun 10 dənə şübhəsinin 9-una cavab verdin, birinə cavab verə bilmədin. Yəni o da sənin elminin qüsurundan, naqisliyindən olan bir şeydir. Yəni o demək deyil ki, əhl-i sünnətin ona cavabı yoxdur. Əhl-i sünnətin cavabı var, lakin sən onu bilməmisən. Ola bilər. Və bu da nəyə səbəb ola bilər? Başqa insanların azmasına səbəb ola bilər. Ona görə əhl-i sünnetin, bu yol əhl-i sünnetin yolu deyil, elm tələbəsi bu yollardan çəkinməlidir. Allah'tan istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.